İsmayıllıda torpaq sürüşməsi olub, 3 ailənin yaşadığı ev yararsız vəziyyətə düşüb. Hadisə rayonun Bizlan kəndində qeydə alınıb. Belə ki, təbii hadisə nəticəsində Xasiyev Müslüm Məhərrəmoğluna məxsus 2 mərtəbəli yaşayış evi ciddi zərər görüb. Evin bir hissəsi çöküb və yararsız vəziyyətə düşüb. Hadisə yerində aidiyyatı qurumlar tərəfindən ilkin araşdırmalar aparılıb. Məlumata görə evdə 3 ailə yaşayır. Məsələ ilə bağlı İsmayıllı rayon icra hakimiyyətindən bildirilib ki, iyulun 10-da baş vermiş hadisə ilə əlaqədar rayon Fövqəladə Hallar Komissiyası tərəfindən operativ araşdırma aparılıb. Müvafiq məlumatlar hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilib. Qeyd olunub ki, hadisə barədə Fövqəladə Hallar Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumatlandırılıb. Yaxın günlərdə yaradılacaq xüsusi komissiya əraziyə baxış keçirəcək, sürüşmənin miqyası və dəymiş ziyanın həcmi müəyyənləşdirilərək müvafiq qərar qəbul olunacaq. Rayon icra hakimiyyəti bildirir ki, məsələ nəzarətdə saxlanılır və nəticələrin aradan qaldırılması istiqamətində zəruri tədbirlər davam etdirilir.